Cənab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına üst tutaraq Türkiyə şəhərindən, Antalya şəhərindən, buradan, xəstəxanadan birbaşa sizə müraciət edirəm. Cənab Prezident, bildiyiniz kimi mənə saldırı etmişdi Adil Əliyev. Suraxanı icra başçısı Adil Əliyev tərəfindən mənə adamlar kiralayaraq, necə deyərlər, Rusiyadan adamlar yollamışdı. Və onun nəticəsində bir başımdan 30% başım işləmir. Üç dənə də qarnımdan bıçaq zərbəsi ilə endirmişdilər. Və buna baxmayaraq ölümə qəsd edərək bir Azərbaycan idmançısını, bir dünya federasiyasının, dünya 100 federasiyadan yüksək federasiyalarının qabağında bu hərəkəti edərək Azərbaycanımızı biabır etmişdi. Hələ də bütün dünya federasiyaları bununla bağlı danışırlar. Ancaq mən yarışa getməmişdən qabaqda bununla çoxlu lent yazıları çəkərək paylaşım etmişdim. Cənab Prezident, sizə və bütün hüquq orqanlarına müraciət etmişdim getməmişdən qabaq ki, bu adam məni öldürəcək və yazaraq bildirmişdim. Cənab Prezident, sizə müraciət edərək bildirmək istəyirəm ki, Adil Əliyevin həbsi mütləq olmalıdır. Çünki o mənə bu etdiyi hərəkətlərlə, kiralıq tutduğu qatillərlə bütün dünya federasiyalarının qabağında bizi biabır etdi və Azərbaycan bir evladını və bu ölkənin bayrağını qaldıran, imiçini səsləndirən, arxadan başına bıçaqla, qarnına bıçaqla və bir neçə nəfər tərəfindən və özü yollatdığı iki şəxs federasiyanın öz vitse-prezidenti Elşən Əliyev Türkiyə orqanları həmən onu həbs etdi. Azər Həsənsoy Uçsanda Federasiyasının prezidenti yollamışdı, onu da həmən həbs etdilər. Ancaq Adil Əliyevi həbs edə bilmədilər, çünki o Azərbaycandadır. Ona görə Cənab Prezidentim, sizə səslənirəm. Sizə müraciət edərək, mən inanıram ki, tez zamanda öz cəzasını alacaq Cənab Prezident. Və inanıram ki, bu üç rəngli Azərbaycan bayrağı altında ona hökm oxunacaq. Bilirəm ki, bizimlə bu söhbətlərin yekununu öyrə. Mən 2-3 gündən sonra mən xəstəxanadan çıxacam. Ancaq təhlükə altında bir daha yenə Azərbaycana qayıdıram. Mən inanıram ki, Azərbaycana qayıtmam onun həbsi ilə bağlı olacaq. Mən inanıram ki, Azərbaycan da rahat olaraq yaşaya biləcəm. Çünki biz bu ölkənin mərd övladları olaraq, sizin mərd əsgərləriniz olaraq biz sizin dövrünüzdə yetişdik, boya başa çatdıq. Sizin dəmir yumruqla, ruhuyla biz özümüzü formalaşdırdıq, bugünkü ilə bu yerə gəldi çatdıq. Cənab Prezident, sizdən xahiş edirəm ki, göstəriş verəsiniz ki, bu məsələ ilə bağlı bu qanunverici orqanlar biraz da ciddi məşğul olsunlar və cinayətkarın tutulması və bu dəqiqə qapını açsaq 10-20 Türk jandarması qapının ağzında durub. Bunların qapısının ağzında durmasının səbəbkarı hamısı Adil Əliyevdir. Bütün gələn, baxan, gedən gülür bizə. Hamısı bizə bir, necə deyərlər, pis formada baxır ki, Azərbaycanda belə bir şeylər hələ də davam edirmi? Ancaq buna baxaraq biz inanırıq ki, Azərbaycanda belə şeylər davam etməyəcək və siz bu mənə qarşı olan qatillər tutulub, 7 nəfər tutulub, ancaq ona baxmayaraq onun göstərişini verən var. Azərbaycandan göstərişini verən Adil Əliyevdir. Mən adı sakit, adı bir idmançıyam. Mənim heç kəslə heç bir düşmənçiliyim ya heç bir artıq, heç bir nifaqım yoxdur ki, bunu etsin. Və özü də dəfələrlə söyləmişdi ki, bu haqq-hesabı edəcəm. Özü söyləmişdi, dəfələrlə söyləmişdi. Və Muay Thai Federasiyası mənimdir və özünə hər zaman Cənab Adil Əliyev deməklə özü onunla qürurlanır. Yeriyəndə qollarını qaldıraraq yeriyir ki, buna cənab deyirlər. Ancaq buna baxmayaraq, bir Azərbaycanın mərd övladı olaraq, sizin bir əskəriniz olaraq sizə müraciət edirəm ki, qorxmadan, çəkinmədən
Artıq bir canım var. 3 dəfə vurub, eybi yoxdur, bir dəfə də qoy vursun. Buna baxmayaraq, onun sizdən həbsini istəyirəm. Cənab Prezident, mən inanıram ki, biz hüquqi dövlətdə yaşayırıq. Tez zamanda o öz cəzasını alacaq. Mən Azərbaycanıma sevinərək dönə biləcəm. Ancaq bu günləri mən bir neçə gündən sonra mən xəstəxanadan buraxılacam. Ancaq Azərbaycana gəlməm mənim sual işarə altındadır. Qorxuram. Ona görə Azərbaycanda mənə hansı reaksiyanı veriləcək, kimləri qabağıma çıxardacaq. Evdə, liftdən çıxanda həmişə arxası ilə girirdim liftdən çıxana qədər. Ona görə mən bunu çoxdandır gözləyirdim. Ancaq bu Azərbaycanda dövlətində bunu edə bilmədi. Çünki bilir ki, Azərbaycan qanunları güclüdür. Gəldi bunu xarici dövlətdə etdi, qardaş dövlətdə etdi. Ancaq burada bizə baxaraq güldülər. Bir Azərbaycan idmançısının qanı dünya çempionatında hər kəsin gözünün qanında çöktü. Bu xəyanətkarlıqdır, bu düşmənçilikdir. Bu birbaşa erməni etmədiyi şeyləri etdi. Ona görə sizdən xahiş edirəm ki, tez zamanda bunun cəzasını almasına köməklik göstərəsiniz. Bu aradan çıxa bilməsin və başqa şeylərə əl atıb döndərə bilməsin. Sizdən xahiş edirik, bunun tez zamanda qarşısını alıb cəzasını verməyi sizdən xahiş edirik. Düzgün deyil.